Zəki dayı, xoş gəldiniz. Buyurun. Sağ ol, sağ ol. Allah razı olsun. Allah bütün mübariz insanların, qabili sevənlərin, Elşadı, onun əqidə qardaşlarının, Zəki işini sevənlərin başı üstə Allahın ruhusu, bərəkəti olsun, nəzəri olsun və Allah Teala onlara həqiqətən də güc qüvvə versin ki, qorxu canlarından çıxsın ki, qabillə irəli deyib, birləşsinlər. Hamısı bu Yezidi, Kürt, Erməni, Farslar qatışıblar hamısı bir-birinə. Yəni Azərbaycanı neçə bölmək istəyirlərsə, bunları yıxıb, məhv edib, Azərbaycanı təmizlənmək üçün Allah bizə güc qüvvə versin və birlik versin ki, bir yerdə bunları yıxıb, məhv edə bilir. Allahın da salamı olsun hamısına. Mən yeni il bayramı ilə heç kəsi təbrik eləmirəm. Nəyə görə? Çünki yoxdur Azərbaycanda bayram. Həqiqətən. Bu çox mundar rejimdir. İndi baxın, mən burada Google'da girdim. Laçın Kürt Cumhuriyyəti. Buyurun baxın. Bax, Wikipedia-da Google'da girirsən, burada hamısı görünür. Xəritəsi. Qarabağdır, Zəngəzur ərazisidir. Bax, fikir verin, bax görürsünüz. Yəni özünüz də orada yazsaz ki, Laçın Kürt Cumhuriyyəti Google'da, yəni Wikipedia-da o dəqiqə çıxacaq. İndi siz baxın ki, 1992-ci ildən bunlar bunun dövlət əməlini qoydular ki, Azərbaycanda bunu yavaş-yavaş həyata keçirsinlər. Və bunu həyata keçirmək üçün nə lazımdır? Azərbaycan xalqını qovmaq lazımdır. Azərbaycan xalqını sındırmaq lazımdır. Azərbaycan xalqının başını it oynatmaq. Özdə bunu kimlərlə elə? Siyonistlərlə bir yerdə. Biz yenə də mən təkrar edirəm, bizim Yahudi xalqı ilə heç bir düşmənçiliyimiz yoxdur. Yahudi xalqı bizim canımız, ciyərimizdir. Amma orada olan siyonist qüvvələr ki var, bizim düşmənçiliyimiz onlarla. Siz baxın görün də 5000-dən yuxarı dindarlarımızı tutublar, şiələrimizi. Fərqi yoxdur, siz əhli sünni olsun, əhli şiə olsun, əhli nursi olsun, babi olsun. Dinə qarşıdırlar. Amma hansılar ki, din təriqətlərindən hansılar ki, su, onlarla işləri yoxdur. Deyir ki, cəmadə deyir ki, dövlətə qarşı qalxmaq olmaz. Bu, İlham bəyəndiqeylə kardır, laldır, kordur, ətrafında olandan Kamran Əliyevdi, Əli Nağıyevdi, Mədət Quliyevdi, Vilayət Eyvazovdu, Fuad Ələsgərovdu, Bəylər Əyyubov. Bəyən bunlar kordular, bunu görün. Bunlar kulalotlardır. Nəyə görə Qarabağda 5 dənə aeroport tikilibdir? Xeyr ola. Sən demə bunun təməlini qoyurlar ki, Ermənistan dövləti olsun, Kürdistan dövləti olsun və sonra da ki, adı nədir, Abşeron yarımadasında ki, siyonistlər götürsünlər, bir nə bilim, nəysə bir İsrail dövləti kimi bir şey yaratsınlar orada. Oradan da əlavə qalan yerlərdə də ki, belə sonda nəyə görə Ləzgi Muxtar vilayəti yaratmışsınız, Talış Muxtar vilayəti yaratmışsınız, Avar Muxtar vilayəti yaratmışsınız. Nəyə qaraldınız? Yəni siz deyəm, çoğusuz, karsız bilmirsiniz bu nə deməkdir? Bu Azərbaycanı təmiz parsalamaq deməkdir. Amma bu sizə qismət olmur. Niyə? Çünki dünya dövlətləri heç vaxt izin verməz ki, ikinci bir İsrail dövləti yaransın, ikinci bir Kürdistan dövləti yaransın, ikinci bir nə bilim Ermənistan dövləti yaransın. İcazə verməz. Çünki Ermənistan dövləti var. Kürt Muxtar dövləti İraqın tərkibində yaradılıbdır. İkinci Kürt Muxtar dövləti verilməyəcək yaratmağa. Kürt Cumhuriyyəti yaradırsınız. Ağlınız var sizin ha. Bir ağınla iş görə bilirsiniz, nə fikirləşirsiniz. Ona görə bütün xalqımız, hamısı bir ələ verməlidir. Burada bir dənə bir şey xırdalamaq istəyirəm. Bütün Avropada olan siyasətçilər ki, hansılar ki, söhbət edirlər, danışırlar, bir-birlərinə qarşı kin, küdurət, qısqancılıq, xəfislik eləməsin. Ki, ay, nə bilim, kimsə, nə bilim, nə olmaq istəyir, kimsə prezident olmaq istəyir, kimsə, nə bilim, mənim ətrafımda yığılsın, kimsə kimə cəmən, elə şeylər tuğulun qırağa. Hamı bütün umu küsü, kimə qarşı Avropada olan tənqidi, təkdiri edibsə, zəng vursun, üzr istəsin, qardaşımsan desin, əqidə qardaşımsan, əqidə bacımsan, gəlin bir yerdə, çünki hamımızın bir dənə düşməni var. Kimdir o? İlham və onun komandası. Bütün bu dövlət aparatında oturanlardır, Azərbaycan xalqına soyqırıb eləyənlərdir. Soyqırımı necə eləyərlər, ha balam? 6 milyondan yuxarı insanı qovlar Azərbaycandan. Azərbaycanın nə qədər də Avropada olanları kimi bacarıblar, öldürüblər. Şahidi indi ad deməyəcəm. Deyərəm, Zəki dayı danışdı bəyəkləri. Laçın Kürt Cumhuriyyəti. Wikipedia'da yazırsan, dəyərli həmvətənlərim, budur baxın. Laçın Kürt Cumhuriyyəti. Laçın Kürt Cumhuriyyəti, baxın, 92-ci ildən belə bir, görürsünmü, belə bunu Asif Qəhbənin balası ortaya çıxardıb bilmirəm. Amma onu bilirəm ki, yaxın vaxtlarda belə bir şeylər abu-hava ortaya atıldı. Türkiyə mediasında yayımlandı. Yəni, çox İlham Əliyev tərəfindən Azərbaycan xalqı bölüşdürülmə qorxusu altına salınır. Necə ki, Erdoğan Türkiyəni artıq bölmə abu-havasına, bölüşdürmə abu-havasına Erdoğan çatırdı. Eləcə də İlham Əliyev Azərbaycanı bölüşdürmə startındadır. Yadınızdadır da, dəyərli həmvətənlərim, yaxın vaxtlarda da Netanyahunun oğlu bu xəritəni paylaşmışdı. Bunu Netanyahunun oğlu paylaşmışdı. Görürsünüz. Baxın, bir də Türkiyənin böyük bir hissəsi Laçın daxil Kürt torpağı kimi götürülür və ümumiyyətcə Netanyahunun oğlu qışqırdıcı işlərlə məşğuldur. Biz nətərdir? Uzun sözün qısası, İlhamı orada saxlayıblar indiyə kimi. İlhamı və ətrafını milyarder eləyiblər. İndi də deyirlər, sənin ərazindən istifadə eləməliyik. Qutardı getdi. Və salam.